Page 83, Exercise 1. Complete the questions and answers from the dialogue in the chart. Use the words below. Diyalogdan olan sualları tamamlayacağıq və aşağıdakı sözlərdən istifadə edəcəyik. Gəlin baxaq. Am I meeting at the movie theater? Yes, I am. No, I am not. Burada isə qısa cavablardır. Qısa cavablara baxa bilərsiniz. Daha sonra gəlin baxaq. Bu varsa, indiki davam edici zamanda sual cümləmizi are ilə yazacağıq. Are you wearing your glasses? Yes, you are. Və yaxud da no, you aren't. Are we waiting by the library? Yes, we are. Or no, we aren't. Daha sonra baxaq. She varsa, biz təbii ki, burada is ilə deyəcəyik. Is she gözləyir mənə kafeteriyada? Waiting. Is she waiting for me in the cafeteria? Daha sonra WH questions. Sən nə geyinmisən deyə sual versək. What are you wearing? Daha sonra I am wearing cevabında I am wearing my jeans, a green top and green socks şeklində olacaq. Exercise 2. Ask questions and answer with the words below. Sual verib, daha sonra isə cavabını yazmalıyıq. Are they playing volleyball? Cavabımız X işarəsi varsa yox, birinci inkar deyəcəyik. No, they are not. Təsdiqi yazanda onlar musiqi dinləyib. They are listening to music. İndi gəlin ikinci tapşırığa baxaq. O yatmağa gedir. Cavabında yox, o yatmağa getmir. Qısa cavabını verəcəyik. O ev tapşırıqlarını edir. Gəlin baxaq. Sual cümləmiz başlayacaq is ilə. Is Julia'nın yerinə she yaza bilərik. Is she going to bed? Bu sual cümləmiz. Qısa cavabımız olacaq no. She is not. Deyəcək o ev tapşırığını edir. She is doing her homework. Üçüncü cümləmizə baxırıq. Tom and his dad. Biz bunları are ilə yaza bilərik. Sual veririk. Are they playing soccer? Qısa cavabda deyəcək oynamırlar, futbol oynamırlar, onlar video oyunları oynayır. Deyəcək no. They are not. They are playing video games. Okay, sual veririk. Is he buying jeans? İnkarda deyəcək no. No, he is not. He is baxır deyirsə, he is looking at T-shirts. Okay. Emma. So Emma, Joe and Liz çoxluqdur deyə biz də ilə yaza bilərik. Are they having dinner? Cavabında no. They are not. They are having lunch. Tapşırıq 3. Exercise 3. Ask questions and answer them for you. Suallar verəcək və daha sonra cavab verəcəksiniz. Birinci sualımız nə geyinirsən olacaq. Necə deyəcəyik? What are you
wearing. Cavabı isə açıq cavabdır deyə onları qeyd etməyəcəm. Siz geyiminizə uyğun şəkildə yazarsınız. I am wearing. Bayaq yazdığımız kimi I am wearing t-shirts, jeans və s. kimi yazacaqsınız. Daha sonra ikinci cümləmiz müəllimə nə edir deyə sual verməliyik. Olacaq what is your teacher doing? Yenə cavabı açıq cavabda özünüz qeyd edəcəksiniz. Daha sonra sənin ən yaxşı dostun, ən yaxın dostun indi nə edir? Olacaq what is your best friend doing now? Cavabını isə özünüz qeyd edəcəksiniz. Daha sonra use it bölməsində work in pairs, ask and answer the question exercise 3. Then compare your answers. Yenə cütlər şəklində işdir bu da. Sual verirsiniz və cavab verirsiniz tapşırıq 3 ilə bağlı. Daha sonra cavablarınızı müqayisə edirsiniz.